إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Zilhicce ayı Hicri takvimiyle 12. aydı. Sonra yeni il gelir, Muharrem ayı. Ve Zilhicce ayının ilk 10 günü mübarek günlerdir. Allah Teala bu günleri hususi olarak müeyyen hususiyetlerle üstün etmiştir. Ve bu günlerin hususiyetlerinde müminin dayanması, feallığını artırması yaxşı olardı ki bu günlerde Allah'a itaate nefsi feal şekilde üst tutsun. Güzel ibadet ve güzel itaat. Ama bu günlerin hususiyetlerinden de Allah Teala bu günleri seçip ve bu günleri en efsel, ilin en üstün günleri etmiştir. Ve Allah Teala istediği yeri, vakti seçir. Ki Allah Teala bu günler içerisinde, vaktlar içerisinde Zilhicce ayının ilk 10 gününü seçmiştir. Ve hemçinin Allah Teala bu günlere and içmiştir. Bu günlerin değerini ucaldarak vel fecr ve leyalin aşr ve şef'i vel vatir. And olsun fecre ve 10 geceye, and olsun cüte ve teke. İbn Abbas ve başkaları tefsirde deyirlər ki, burada 10 gün, yani 10 gece burada Zilhicce ayının ilk 10 günüdür. Ve hemçinin bu günlerin xüsusiyyətlerindən bu günlerde edilen emeller il ərzində en xeyirli emellerdir. Yani bu günlerde insan Allah'a yakınlaştığı kimi başka günlerde yakınlaşa bilmez. Sahih Buxarıda Abdullah ibn Abbas'tan gelen hadiste Peygamber sallallahu aleyhi ve sellem diyor ki: "Ma min ayyamin el-amelu salihu fiha ahabbu ila Allah min hadhihi ayyam." Yani bu günlerden yani başka öyle bir gün yoktu ki Allah'a salih emel daha sevimli olsun. Yani Zilhicce ayının ilk 10 gününde edilen emeller Allah'a başka günlerde edilen emellerden daha sevimlidir. Dediler ki ya Resulallah, hatta cihad da, Allah yolunda vuruşmak da bile, dedi ki hatta Allah yolunda cihad vuruşmak da yalnız o kişiden başka, yalnız ki öz nefsiyle, malıyla çıkır ve hiçbiri qayıtmır. Ve hemçinin bu günlerin xüsusiyyətlerindən bu günlerde esas ana ibadetler cem olur. Başka günlerde cem olabilmir. Ve bu günlerde namaz, oruç, hac, zekat ve başka esas ibadetler, itaatler cem olur. Əzəmətli ibadetler. Başka günlerde ise mümkün deyil ki cem olsun. Ve hemçinin bu günlerin xüsusiyyətlerindən Allah Teala Zilhicce ayının 10 gününü hac etmek için bir mevsim etmiştir. Haram evi ziyaret etmek için. Ve bu günlerde əzəmətli günlerdir. Ve hac günlerinde terviye günü var. Terviye günü hansı gündür? Zilhicce ayının 8. günü. Yani həccilerin Mina'ya giden, hac başlayan gündür. Terviye günü. Terviye günü ne deyirlər? Yani su götürmek sözündendir ki həcilər həcce başlayanda Mina'ya gelirler. Ayın 8'i ve özleriyle su götürürler. Zilhicce ayının 8'i. Həcilər Mina'ya gelirler. 10 minlerle insan, 100 minlerle insan lebbeyk Allahümme lebbeyk, lebbeyke la şerike leke lebbeyk, innel hamde ve ni'mete leke vel mulke la şerike lek. Ve bu zikri diye həcilər gedirlər Mina'ya. Ve hemşin bu 10 gün içinde Arafa günü vardır. Güneşin doğduğu en hayırlı gündür. Ve hemçinin bu 10 gün içerisinde Kurban Bayramı günü vardır.
və Allah yanında ən əzəmətli gündür. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ə'zamul əyyəmə indəllahi yevmun nəhri. Allah yanında günlərin ən əzəmətlisi Qurban günüdür. Və bu günlərin fəziləti artıq bilinir. Qarşıda da bu mövsüm gəlir və bu günlər gəlir. Və biz hər birimiz də düşünməliyik ki, bu cür xüsusiyyəti, fəziləti olan günlər üçün biz nə təqdim edirik? Bu üstün günlərə necə hazırlaşırıq? Bu günlərlə bizim halımız adi ilin başqa günləri kimi olurmu? Yoxsa fəallaşırıqmı? Və biz bu günlərin fəzilətini, dəyərini bildik, dərəcəsini bildik. Və ondan sonra necədir halımız? Bizim üçün bu günlər dəyərlidirmi, yoxsa adi günlər kimidirmi? Qəlbimiz bu günlərin, bu günlərə qovuşmaq üçün, bu günləri qarşılamaq üçün qəlbimiz hərəkət edirmi tövbə ilə, Allaha dönməklə, istiğfarla, günahlara peşmançılıqla və itaət və ibadətə fəal şəkildə irəliləməyə qətiyyət verməklə. Dünyada ticarətçilərin, adi tacirlərin halı belədir ki, onlar biləndə ki, filan vaxtı, filan ayda, ilin filan fəslində ticarət mövsümüdür. Onun üçün hazırlaşırlar. Bilirlər ki, hər ticarətin, hər şeyin öz mövsümü var da. Paltarın mövsümü başqadır. Meyvə tərəvəz başqadır. Tacir də bilir ki, bunun mövsümü yaxşı qazanc gələn, xeyir gətirən mövsüm nə vaxtdır və buna hazırlıq görür. Tam şəkildə hazırlaşır ki, o xeyri əldə etmək üçün. Buna görə vaxtını sərf edir. Gecəsi, gündüzünü buna sərf edir. Və taqətini sərf edir. Yorulmadan çalışır ki, ticarətdə qazanc əldə etsin. Və müsəlman da bu cür mövsümlər, Zilhiccə ayının 10 günü kimi mövsümlərə hazırlaşmalıdır. Çünki bu Allahla ticarətdir. İnsan axirətini əldə etməsi üçün böyük mövsümdür. Lakin insanın imanının zəif olması, günahlar üst-üstə yığılması, günahlar altında insanın batması onu xeyirlərdən, xeyir mövsümlərindən məhrum edir. İnsanı xeyirlərdən məhrum edən il ərzində etdiyi günahlar, asiliklərdir. Və hər bir müsəlmana da, yəni biz müsəlman olaraq bizə lazımdır ki, bu 10 günü tövbə ilə qarşılayaq. Günahlardan istiğfar diləməklə, günahlardan uzaqlaşmaqla, ciddi şəkildə çalışaraq, Allaha gözəl üst tutaraq və çoxlu dualar etməklə, Allah tərəfindən kömək və yardım istəməklə. Çünki Allahın yardımı, köməyi olmasa, insan heç bir xeyir əldə edə bilməz. Və bu 10 gün əzəmətli mövsümdür ki, Allah Teala'nı zikr etmək üçün, zikri çoxaltmaq üçün və Allah Teala buyurur, Həcc surəsi 28-ci ayədə وَيَذْكُرُ اسْمَ اللّٰهِ فِي اَيَّامٍ مَعْلُومَاتٍ və məlum, bəlli günlərdə Allahın adını zikr eləsinlər. İbn Abbas və başqaları deyir ki, bəlli günlər Zilhiccə ayının ilk 10 günüdür ki, Allahı zikr etsinlər. Və zikr üçün əzəmətli mövsümdür. Və biz müsəlmanlara lazımdır ki, bu vaxtları, bu günləri çoxlu zikirlə qoruyaq. Çoxlu zikr etməklə, çoxlu dualarla, istiğfarla, itaət və ibadətlərdən bək tutaraq və xüsusən də fərz ibadətlər. Çünki insan Allaha yaxınlaşmaq istəyirsə, Allah Teala'nın sevdiyi qullardan olmaq istəyirsə,
fərz ibadətlərdən bərk tutmalıdır. Necə ki, ilahi hədisdə Allah Teala buyurur: "Mə təqarrabə ileyyə abdi bi şeyin habbə ileyyə mimma eftaratu aleyh." Qulum mənim ona fərz etdiyim, ən sevdiyim ibadətlərlə yaxınlaşa bilər. Yəni, insan Allaha yaxınlaşmaq istəyirsə, bilməlidir ki, fərzlər Allaha ən sevilən əməllərdir. Və fərzləri qorumalıdır. Vaxtlarını qorumalıdır. Rukunları, şərtləri varsa namaz kimi qorumalıdır. Və müsəlman bu günlərdə və digər günlərdə də dəyər verməsi lazım olan işlərdən 5 namaz vaxtında, cəmaatla və namazda xuşuyla, qəlb namazda olduğu halda, rahat şəkildə Allah'a zikr edərək, Allahın rəhmətini umaraq və günahlarından qorxaraq, Allahın əzabından qorxaraq. Və Allah Teala bu 10 günü, Zilhicce ayının 10 günü, 10. gününe etmiştir. Bayram. Allah Teala Zilhicce ayının ilk 10 günün axirini, 10. günü bayram etmiştir. Müsəlmanlar üçün bayram. Və bu bayramda müsəlmanlar fərəhlənirlər, sevinirlər ki, Allah Teala bu 10 gündə onları ibadətə, itaətə, zikrə müvəffəq etdi. Və ona görə bayram günü müsəlmanlar qarşılaşdıqda istər həcdə olsun, istərsə də həcdə olmasın və bir-birlərinə deyirlər ki, necə ki, sahabələrdən varid olub, Allah bizdən də, sizdən də qəbul etsin. Yəni, ibadətlər, bu 10 gündə etdiyin ibadətlərdir. Və bu kəlmənin də yeri var, yəni dəyəri vardır, təsiri vardır ki, insan başa düşür ki, bu 10 gün içində ibadətlər olunmalıdır. Salih əməllər, tövbə, istiğfar və 10. gündə isə bayramdır. Amma o insan ki, 10 günü zay edir, bu 10 günü səhərlənkarlıqla keçirir, adi günlərdəki kimi bəzən ondan da daha pis. Və sonra bayram günü gəlir, halbuki bayrama qədər öz həyatında, öz günahlarında, günah və asiliklərə qapanmış halda, ondan sonra bu necə təbrik eləsin, bunu necə təbrik etsinlər, necə bu insana deyilsin ki, Allah bizdən də, sizdən də qəbul etsin və bu insan özü necə desin ki, Allah bizdən də, sizdən də qəbul etsin. Və bu, belədirsə, hər bir müsəlman özünü hesaba çəkməlidir. Bayram günündən əvvəl salih əməllər, itaətlər, ibadətlər etməlidir ki, bayram günü fərəhlənib sevinsin və səmimi qəlbdən qarşılaşdığı müsəlmanlara desin ki, Allah bizdən də, sizdən də qəbul etsin. Allah Teala'dan istəyirəm ki, bizi xeyir əməllərə müvəffəq eləsin. Və Allah Teala bizi Zilhicce ayının 10 gününü Allah Teala'nın sevdiyi və razılığı qaldığı əməllərlə keçirməyə müvəffəq etsin. Allah sizə də bərəkət versin. Subhanaka Allahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.